Salam, hər vaxtınız xeyir, əziz və dəyərli tamaşaçılar. Hər birinizi Sağlam Səhət verilişində yenidən xoş gördük. Bugün biz mədə və bağırsaq xoraları haqqında söhbət aparacağıq və suallarımızı qastrentoloq Türkan Aliyarova cavablandıracaq. Sağlam Səhətə baxırsınız və qonağımız qastrentoloq Türkan Aliyarovadır. Xoş gəlibsiniz doktor və biz qonağımızla mədə və bağırsaq xoraları haqqında söhbət aparacağıq. Doktor, xoralarla bağlı insanlarda bir qorxu var. Xoradırsa, Könül xanım, məndə xora var, arxası xərçəng olacaqmı deyə mütləq ki soruşurlar. Xoralar nə qədər təhlükəlidir? Həqiqətənmi xərçəngə çevrilə bilər, yaxud bu qədər təhlükəli bir haldır? Deməli, bəli, Könül xanım, əslində təhlükəlidir. Niyə təhlükəlidir? Çünki sıradan gördüyümüz peptiki xoralarla mədə xərçənginin yaratdığı xoralar demək olar ki, çox vaxt bir quruluş cəhətdən ilk baxışdan bir-birlərinə oxşuyurlar. Amma yəni hər xora xərçəngə çevrilirmi? Yox, təbii ki. Helicobacter pylori hamımızın adını çox eşitdik. Mədə mikrobu dediyimiz Helicobacter pylori səbəbi ilə yaranan xoraların xərçəngə çevrilmə ehtimalı demək olar ki, yoxdur, çox az faizdədir. Amma biri də var ki, xərçəngin özünün yaratdığı xora, yəni dolayısıyla xora iki yerə bölünür də, xoşxassəli xoralar var və bədxassəli xoralar var. Amma xərçəng xəstəliyinin yaratdığı xora, bəli, bu bədxassəli xoradır və o zamanla böyüyəcək, dərinləşəcək, genişlənəcək və artıq xərçəng xəstəliyinə başlanğıc verəcək. Yəni zaten o xərçəngdir, amma get-gedə ilk başlarda simptomatikası da adi peptiki xoraların simptomatikasından fərqlənmir. Sadəcə xəstə bəzən epiqastral ağrı olur, yəni diskomfort hiss edirlər, köpü hiss edirlər, yanma hiss edirlər. Yəni doktor, mədəmdə bir diskomfort hiss edirəm, yəni narahatlığım var mədəmdə və qidalardan sonra. Ac qalanda sanki mədəm sıyrılır. Bu kimi şikayətlərlə gəlirlər. Yəni adi hamı düşünür ki, bu hamıda var və bu qastrit adi, sadə, bəsit qastritin də şikayəti ola bilər. Amma çox təəssüflər olsun ki, xərçəng xəstəliyinin yaratdığı xoraların erkən mərhələsində də simptomatika sadəcə bu cür olur. Digər peptik xoralar simptomatikasından fərqlənmir. Tamamilə irəli mərhələyə keçəndən sonra artıq digər şikayətlər, qaytarma, qusmadır, kəskin ağrılar ola bilər xəstənin mədəsində, ürək bulanma dəhşətli dərəcədə olur xəstənin mədəsinə və xəstələr çox vaxt bizə ən son stadiyada müraciət edirlər, qan qusurlar falan, ondan sonra o qusuntu kütləsində qan gördükləri zaman narahat olurlar, ona qədər narahat olmurlar çoxu. Yəni apteklərdən, yəni əczaxanalardan bir simptomatik dərmanlar götürərək, yəni bu simptomlarını sakitləşdirirlər və düşünürlər ki, yəni tamamilə rahatladım, hər şey bitdi, amma bu bitməyib də. Yəni əgər proses varsa, yəni buna doğru düzgün diaqnoz qoyulub, doğru düzgün diaqnoza əsasən müalicə təyin olunmursa, o var olan proses altda öz işini görür. Müəyyən qədər o bəzi preparatlarla simptomatikanı yüngülləşdirə bilərsiniz, amma altda yatan proses öz işini görür və növbəti o dərmanlar kəsiləndən sonra 2 qat daha artıq şikayətlərlə sizin qarşınıza çıxacaqdır. Bir də xərçəng xəstəliyini yaratdığı xoralardan çox gördüyümüz xəstələrin yeməklərdən iyrənməsidir, iştahasının azalmasıdır. Xüsusilə də ət yeməklərindən iyrənirlər bu tipli xəstələr və arıqlama, istəmsiz çəki etkisi olur. Yəni mən həmişə dəfələrlə verilişdə qeyd etmişəm ki, yəni istəmsiz çəki etkisi, yəni bu mənim ən qorxduğum şikayətlərdən biridir. Qida qəbul edirlər, buna rağmen yenə arıqlayırlar. Qida qəbul edə bilmirlər zaten, çox qüsurlar. Qaytarırlar. Məsəl üçün, hal-hazırda bir xəstə müayinə edib gəlmişəm, 51-ci ildən yaşlı xanım idi bizə. Gəldiyi şikayət nədir? Bölgəmizin birindən, cənub bölgəmizdən müraciət eləmişdi xəstə və xəstə deyir ki, doktor, qusmalarım var, əvvəl biraz narahatlığım olurdu mədədə, ürək bulanmalarım olurdu, dərmanlar atırdım, kömək eləyirdi mənə, rahatlaşırdım, amma artıq rahatlaşmır, artıq nə yeyirəm, qaytarıram. Qusuram və görürəm ki, get-gedə dala gedirəm xəstənin dediyi ki, və heç düzəlmirəm, özümə gələ bilmirəm və ürəyimdə bulanır yeməklərdən. Xəstə bölgəmizdə həkimə müraciət eləyibdi, yəni həkim təbii ki, endoskopik müayinənin olmasını istəyib. Xəstə deyib, yox, mən o zondu uda bilmərəm, mənlik deyil, mənə sadəcə müalicə yazın. Yəni həkim də təbii ki, heç kim israr eləyə bilməz. Yəni müalicə yazıb göndərib, amma xəstə görüb ki, heç bir effekti yoxdur və müraciət eləmişdi mənə. Təbii ki, mən zond müayinəsiz, yəni heç bir, dedim, mənim yanıma da gəlmişdilər ki, yəni sadəcə zondsuz, endoskopik müayinəsiz bir-iki dərman yazım, geçsinlər. Amma çünki o xanımın qızını mən müalicə eləmişdim, mədəsini sağalmışdı. Yəni ondan dolayı düşünüblər ki, ona da müalicə yaza bilərəm, bu xanıma da sağala bilər. Amma təbii ki, imtina elədim. Dedim, hətta ödənişinizi geri alıb gedə də bilərsiniz. Yəni müayinəsiz heç bir dərman preparatı yazmayacağım. Bir dənə belə olsun da yazmayacağım. Çünki adamın yaş faktoru var, 51-ci ildəndir xanım. Yaş
yaşı 40-ın üzərindədir və kifayət qədər ciddi əlamətləri var. Adam dayanmadan qusur, get-gedə arıqlayır, istəmsiz çəki etkisi var və yeməklərdən ürəyi bulanır, iştahası da pisləşibdir. Yəni bunların hamısı bizim üçün siqnal əlamətlərdir. Və bir şəkildə xanımı israrla razı saldıq endoskopik müayinəyə. Endoskopik müayinəmizi eləyəndə təbii ki, heç istəmədiyim mənzərə ilə qarşılaşdım. Artıq mədənin cisim hissəsini tam belə sirkulyar şəklində, həlqəvari şəkildə tutan böyük ölçüdə bir xora gördük orada. Təbii ki, bu düzdür, son sözü histoloqun rəyi verəcək. Doktor, görən kimi təxmin edə bilirsinizmi? Artıq 16 illik iş praktika var və göz var, görürsən. Təbii ki, heç vaxt xəstəyə deyə bilmərik ki, burada 100% xərçəngdir. O sözü histoloqun rəyindən sonra o sözü amma bilirsiniz ki, artıq təbii ki, bilirik, yaxınlarına bir şəkildə, bir dildə çatdırmağa çalışırıq ki, burada yaxşı nəticə olmaya bilər. Və yenə də deyirəm, işimin ən sevmədiyim, ən ağır tərəfidir o xəbəri vermək. Məsəl üçün, səhər ilk pasiyentimiz də əslində mən xərçəngəm, doktor, mən 100% bilirəm, mən xərçəngəm, şikayətlər oxumuşam, mən internetdə paylaşımlarınıza baxmışam. O şikayətlər məndə də var və mən bilirəm ki, xərçəngəm və çox pessimist şəkildə başladıq günümüzə bugün əslində. Biz müayinə etdik, 85-ci ildən bir kişi xəstə idi. Biz müayinə etdik xəstəmizi. Çox şükür o adamda heç nə çıxmadı. Mədəsi və bağırsağı təmiz tutdu. Ay Allah, mən o qədər sevindim də, yəni o xəstəyə o xəbəri verəndə. Çünki xəstə mənə o qədər neqativ yükləmişdi ki, mən xərçəngəm də. Yoldaşı ağlayır çöldə. Ay bala, deyirəm, hələ heç nə yoxdur. Ortada yaxşı olacaq, bir yaxşı düşünək. Müayinə elədim, təmiz çıxdı. İnanın, yəni nə qədər sevindim, onu bir Allah bilir. Bunun həyəcanı olurmu sizdən? Təbii ki, hər xəstədə bu həyəcanı yaşayırsınız. Çox, əlbəttə ki. Yəni mən yaşından asılı olmayaraq. Adiləşmir o zaman. Yox. Bəlkə də kimdəsə adiləşə bilər, amma mən hələ ki adiləşdirə bilməmişəm o durumu özümdə. Yəni bununla da mübarizə aparıram. Bəzən elə olur ki, əsasən də gənc xəstələr olanda, xərçəng xəstəliyini aşkarlayanda mənim günlərlə özümə gəlmədiyim olur. Yəni o qədər neqativ yüklənirəm, o qədər pis oluram. Yəni özümü onların doğmalarını, yaxınlarını yerinə qoyuram ki, mənim yaxınlarımın, əzizlərimin başına gəlsin, necə olardım. Yəni onları anlayıram belə duyğusal olaraq və mənim günlərlə özünə gəlmədiyim olur. Yəni günlərlə baş ağrısı əziyyət çəkirəm hətta. Doktor, maraqlı bir məktub almışdım xeyli bundan əvvəl və əslində biz bu mövzunu bir kardioloqla artıq müzakirə etmişəm. Sizin sahəyə də bir bağlılıq olduğu üçün bu sual vermək istəyirəm. Bir xanım izləyici yazmışdı ki, mənim anamda mədə şikayətləri var idi və illərlə anam mədəsi ilə bağlı bir həkimə müraciət etdi və həkim ona hər dəfə dərmanlar yazırdı və bu müalicələr davam edirdi, anamın mədə şikayəti azalmırdı və günlərin bir günü anamı infarktdan itirdik. Və infarkt olandan sonra bəlli oldu ki, anamda sən demə ağrılar heç mədəyə bağlı deyilmiş, ürəklə bağlıymış və mən soruşdum ki, bəs bu illərlə bu mədə dərmanı qəbul edəndə heç müayinə olunmuşdumu mədəsi? Dedi, yox. Sadəcə şikayətlərini deyirmiş həkimə, misal üçün yeməkdən sonra belə bir narahatçılığım var, yeməkdən əvvəl narahatçılığım var və illərlə tabletlərlə, siroplarla idarə edirmiş. Amma yenə də şikayəti keçmirmiş. İstərdim bu mədə müayinəsinin əhəmiyyətinə də bir aydınlıq gətirərdiniz, doktor. Nə qədər önəmlidir əgər mədə şikayəti varsa mədənin müayinə olunmağı? Misal üçün, bəlkə də mədə müayinəsi olunub, mədə inkar olunsaydı, ən azı ağla ürək faktoru gələ bilərdi. Təbii ki. Mənim də dəfələrlə başıma gəlibdir. Ona görə də mən artıq doktor döş qəfəsinin arxasında bir yanma, ağrı hiss edirəm, göynəmə hiss edirəm, ürəyimin üstündə bir sıxılma hiss edirəm deyirsə xəstə və düşünür ki, laki mədə həkimlə müraciət edib. Mədə ilə çox bağlılıq olur. Bəli, bəzən yəni infarkt zaten ilk başlarda xəstədə mədə problemi kimi hiss olunur ilk önlərdə. Xəstə döş qəfəsinin arxasında yanma hiss edir, göynəmə hiss edir, diskomfort hiss edir. Deyir ki, doktor sanki ürəyimin üstə daş qoyublar və bu mədə yırtığında da baş verir bu şikayətlər, reflüdə də baş verə bilir. Bu şikayətlər çox oxşar olur. Ona görə də bu şikayətlə gələn və xüsusilə də yaşı 40-ın, 45-in üzərində olan hər xəstədən endoskopik müayinəyə almadan öncə ürək müayinəsi istəyirəm. Həm kardioqramma, anestezioloq baxır, dəyərləndirir. Ehtiyac olursa ekokardioqrafik müayinə də istəyirik xəstədən ki, işimizi şansa buraxa bilmərik. Bu nəticədə insan həyatıdır. Əgər o müayinələr qaydasında olursa, mən öz müayinəmi aparıram sedasiya altında və ondan sonra mən artıq xəstəyə deyə bilərəm ki, bu mədə sizə ağrı verə bilər, diskomfort verə bilər və yaxud da ki, verə bilməz. Şikayətlər belədir ki, Könül xanım, hər xəstəyə fərdi şəkildə yanaşıram da, yəni mən tamamilə özümdən bəhs edirəm. Elə xəstə olub ki, heç endoskopik müayinə etməmişəm, sadəcə xəstədən topladığım anamnez, xüsusilə gənc xəstədir, qidalanma faktorları falan, yəni bilmişəm ki, bunlarda problem nə ola bilər.
Yəni mən müalicə yazmışam, amma yaş 40-ın üzərindədirsə, yəni xəstənin gözü belə şikayəti varsa, endoskopik müayinə olmadan bir dənə belə dərman yazmıram. Hə, o xəstələrə də özüm deyirəm, məsəl üçün hansın ki, çox gənc xəstələr olur, müayinə eləmədən müalicə yazdığım xəstələrə deyirəm ki, uzağı 1 ay müalicə eləyirik və müəyyən pəhriz qaydalarını izah edirəm. Bunları eləyirik. Bunlar olandan, yəni eləyəndən sonra belə şikayətləriniz keçməyəcəksə və artacaqsa, o zaman artıq endoskopik müayinə eləyəcəyik. Amma yaş 40-ın üzərindədirsə, yəni 2 dənə şikayəti belə olsa, mütləq endoskopik müayinə edirəm. Çünki işimi şansa buraxa bilmərəm. Xərçəng xəstəliyi çox geniş şəkildə yayılıbdır və xüsusilə xəstəlik o qədər cavanlaşıb ki, artıq adam qorxur. Və çox təəssüflər olsun, bayaq əvvəlində də dediyim kimi, yəni şikayətlər oxşuyur, çox oxşuyur. Hədsiz dərəcədə çox Doktor, belə deyək ki, əgər mədə müayinəsini icra edirsinizsə, ən peşəkar həkimində gözündən qaçan nüanslar ola bilərmi? Təbii ki. Başıma da gəlibdir, olubdur. Yəni praktikamda rastlamışam ki, xəstə 1 ay öncə yenə də eyni dediyim kimi canıb bölgəsində müayinə olunub gəlmişdi xəstə. Yəni bu hardasa danışam 3 ilin söhbəti olar, 3-4 ilin bəlkə də. Mədə ağrısı ilə müraciət eləmişdi. Diskomfort var, narahatlıq var, nə yeyirəm, mədəmdə sıyrılma var, sanki heç nə yeməmişəm. Hər yeməkdən sonra da məndə bir diskomfort hissi var. Mənim yanıma gələndə məndən 1 ay öncə bölgələrimizin birində, yəni endoskopik müayinədən keçmişdi və nəticəni gətirmişdi mənə. Oxudum, ciddi bir şey yazılmamışdı. Sadəcə səthi qastrit, yəni yüngül bir qastritin mədə iltihabının yüngül bir növü yazılmışdı. Xəstəyə də müalicə yazılmışdı, amma müalicələrə rəğmən xəstə deyir, məndə heç cür yaxşılaşma getmir, doktor, heç cür. Dərmanları içirəm, müvəqqəti sakitləşir, yəni 1-2 saat sonra yenə eyni şikayətlər başlayır və mən həmin xəstəni çox belə böyük çətinliklə təkrar endoskopik müayinəyə razı saldım. Çünki bölgələrin birində o zont müayinəsi olunanda xəstə anesteziya, sedasiya olmadan aparılmışdı. Bu da istər-istəməz mən həmişə deyirəm ki, yəni xəstə fobiyaya düşür, xəstədə bir fobiya yaranır, qorxu yaranır və kontrol müayinəyə ehtiyacı olan xəstələr də kontrol müayinəyə gəlməkdən boyun qaçırdılar və mən qınamıram kimsəni. Çünki hər kəsin öymə refleksi fərqlidir. Hər kəs onu endoskopiyanı çox fərqli şəkildə tolerə edir. Məsəl üçün biri mən insan olaraq mən tolerə edə bilmərəm özüm sedasiyasız. Amma elə insanlar var ki, çox rahat şəkildə tolerə edir, sanki sedasiya vermisən. Xanım çox çətinliklə udmuşdu və ona görə də istəmirdi. Amma bir şəkildə razı saldıq ki, biz sizə yüngül yuxu verəcəyik və klinikamızda çox yaxşı bir komanda ilə çalışırıq. Anestezioloji ekibimiz həqiqətən çox güclüdür və bir xəstəyə lazım ola biləcək bütün avadanlıqlar da bizim endoskopi otağımızda var sedasiya proseduru zamanı. Və xəstəyə yüngül sedasiya verərək bir şəkildə xəstəni razı saldım və xəstənin mədən cism hissəsində sanki bir 10 qəpiklik boyda, 10 qəpiklik, 20 qəpiklik boyda bir xora aşkarladıq və mən ilk dəfə görəndə dedim ki, xanımın yoldaşı da həkim idi. Dedim ki, doktor, mən bu xoradan xoşum gəlmədi. Bu da doktor, yəqin bəsit xoradır da, müalicə eləyərik, sağlar. Dedim, inşallah. Amma yəni axı içimdə bir yaranır da. Bilmirəm, bu hamıda mı var? Adətən bu, belə də şübhəniz təsdiqlənirmi, doktor? Siz inanırsınız, belə çox qəribə 6-cı hissimi deyim, intuisiyamı deyim, bilmirəm nədir, o məndə var da. Yəni sadəcə bəzən xəstə oturur qabağımda, deyirəm ki, bunda mən nəsə tapacağam da, Yusuf, nəsə problem var. Bu indi olub, o xəstə. Bir oğlanla söhbət edib danışdı, dedim ki, ürəyimdə fikirləşdim ki, mən nəmə elə gəlir ki, bu adamda polip olacaq da. Bir qəribə bir 6-cı hiss çıxdı, 2 dənə polipi çıxdı mədəsində. Deyirəm ki, nə qəribə hissdir, bilmirəm işimizə olan sevgimizdəndirmi, nədirsə həvəslə yanaşırıq işimizə, nədirsə ondan dolayı. Həqiqətən də, yəni dedim ki, bu xora mənim xoşuma gəlmir və biopsiya götürdüm təbii ki. Detallı şəkildə hər tərəfindən xoran biopsiya götürdü və gəldi xərçəng. Heç kim inanmırdı xərçəng olduğuna. Dedilər ki, yox, yəqin yanlışdır. Başqa yerdə də əkilməyə verdilər. Yenə də eyni cavab dedi. Mən zaten o həkim xanımın yoldaşına izah elədim ki, doktor, mən zaten sizə demişdim ki, görəndə bir şübhələnmişəm. Bu sıradan peptiki xoraya bənzəmir. Yəni bu balaca ölçüdə olsa da bu bənzəmir. Görünüşcə fərqli olur. İstər-istəməz bəli, artıq görünüşü, konsistensiyası, quruluşu falan fərqlənir digər peptiki xoralardan. Bəli, xərçəng çıxdı, amma çox şanslı olduq ki, biz onu erkən mərhələdə aşkarladıq və o xəstə hələ də çox yaxşı yaşayır, heç bir problemi də yoxdur. Kompüter tomoqrama müayinəsinə göndərdik, metastaz falan heç bir şey çıxmadı. Yəni ən birinci stadiyadaydı, birinci mərhələdə olduğuna görə xəstə əməliyyat olundu və hal-hazırda da rahat şəkildə həyatına davam edir, heç bir problem yoxdur. Yəni erkən müayinə nə qədər önəmlidir? Erkən mərhələdə aşkarlanmış proses həyat xilas edir və nə qədər həmişə deyirəm ki, nə yaxşı ki, o qadına həmin gün mən
əl çəkmədim. Bəzən mən də insanam, hövsələdən çıxıram artıq. Yəni izah eləyirsən dəfələrlə, amma xəstələr bəzən bunu yanlış anlayır, düşünürlər ki, puldan ötürü eləyir, amma bu belə deyil də, yəni. Çünki xəstə endoskopik müayinə keçib, nəticəsini gətirib qoyub qabağıma və müalicədə alır. Yəni bunlara rəğmən xəstədə bir damcı belə yaxşılaşma yoxdursa, deməli artıq burada yanlış gedən nəsə var. Yanlış gedən nəsə var da, yəni bunu araşdırıb tapmaq lazımdır, yanlış gedən bir şey. Və nə yaxşı ki, onu israr elədim, yəni razı saldım o xəstəni müayinəyə və bu onun həyatını xilas elədi. Yəni o müayinəyə xəstəni razı salmağım. Bəzən olur, xəstə gəlir mədə ağrısından, kəskin doktor mədən pristup verir, pristup tutur. Yəni mən dözə bilmirəm, gecəni yatmamışam, qaytarıram. Tamam, mədənim, deyirəm, UZI keçmişsiniz, deyir ki, 6 ay öncə keçmişəm, doktor, heç bir şeyim yoxdur, deyirlər, hər şey təmizdir. UZI nəticəsi hanı yoxdur, doktor, itirmişəm, bilmirəm. UZI istəyirsən ki, yox, doktor, istəmirəm, amma mədəni müayinə eləyirəm, xanıma izah eləmişəm ki, 2 gün öncə o xanım mənə müraciət eləmişdi. Xanıma izah eləmişəm ki, xanım, yəni mədənizdə tamam probleminiz var, amma yüngül bir şeydir və bu problem sizə bu ağrıları verməz, bu mümkünatı yoxdur. Yəni, tamam, mədənizdəki problemə görə müalicə yazıram. Amma yəni, bu demək deyil ki, sizin ağrılarınız yeni olmayacaq. UZI-yə bir şəkildə xanımı razı sala bilmədim ultrasəs müayinəsinə. Nəysə, xanım getdi, gecə yenə ağrıları tutdu, zəng həkimi ağrılarımı. Yenə başa salıram ki, xanım, o mədə ağrını verən mədə deyil. Araşdırmaq lazımdır. Tək mədə müayinəsinin iş bitmir. UZI-yə düşməniz lazım. Ay, doktor, mən düşmüşəm, heç nə yoxdur. Yenə bir şəkildə bir günü belə ötürdü. Yenə xanım pristupla axşam mənə zəng elədi. Dedim, artıq yetər də, yəni, gəlin bir UZI eləyək. Gəldi, UZI elədi ki, xəstənin öcündə balaca daş düşüb ödəxarını, tutur ödəxarını. O şəkildə kəskin xanıma pristuplar, ağrılar, sancılar verir. Yəni, deyirəm, bəs 6 ay öncə düşmüşdünüz. Yəni, təmiz çıxıbsa bu demək deyil ki, indi də təmiz qala bilər. Yəni, yenə də deyirəm ki, bəzi pasiyentlər bunu sadəcə bizim maddi tərəfini düşünür ki, biz sadəcə pula görə eləyirik, amma belə deyil də. Yəni, xəstənin özü üçün lazımdır. Bəli, yəni, mən diaqnoz qoymaq üçün mən də falçı deyiləm, mənim sehirli çubuğum yoxdur. Yəni, mən diaqnoz qoymaq üçün müayinələr istəməliyəm xəstədən. Yəni, öz başıma, yəni, gözümlə baxıb diaqnoz qoya bilmərəm. Yaxşı, bu məqamı qeyd etdiniz. Bizə də bəzən izləyicilər yazanda xahiş edirlər ki, Könül xanım, elə həkimə göndərin ki, bizi qapı-qapı salmasın. Elə özü baxıb, özü diaqnoz qoyub, müalicə etsin. Mümkün deyil, əziz izləyicilər. Çünki həkimimizin də qeyd etdiyi kimi onlar falçı deyirlər, sehirbaz deyirlər. Əgər doğru bir diaqnoz lazımdırsa, mütləq bu müayinələr lazımdır. Misal üçün, bir həkim bu dəri problemi deyil ki, ona belə yenə adi gözlə baxmırlar, müəyyən cihazla baxır, məsələn, dermatologlar dəridə bir problem olanda. Yəni, mədə bağlı bir yerdir, bunu həkim gözü ilə görməlidir ki, bir diaqnoz qoysun. Sonra gecikmiş mərhələdə müraciət eləyəndə belə bəzən ən müasir tibb belə aciz qalır. Həkimlər deyirlər ki, yəni kömək edə bilmirik. Yəni elə bir mərhələdə gəlib ki, kömək etməyimiz mümkün olmur. Bilirsiniz necədir və ən böyük bədbəxtçiliyimiz də nədir? Biz xəstədən müayinə istəyirik. Mən həmişə pasiyentlərə deyirəm ki, əgər həkim sizdən müayinə istəmirsə, o həkimdən qaçın, uzaq durun. Yəni 3 dənə şikayətinizi dinləyib sizə resept yazırsa, o həkimdən qaçın. Vallahi billahi qaçın. Onda deyirlər, bəs əvvəllər necə idi? UZI yox idi. Əllə bütün xəstəliklərin diaqnozunu qoyurlar. O vaxt xəstələrin ağırlaşması yox idi mu? Var idi. O vaxt ölən yox idi mu? Var idi. Sadəcə o vaxt sosial şəbəkələr bu qədər aktiv deyil idi. Yəni internet bu qədər yox idi. Yəni ona görə söz-söhbət yayılmırdı. Elə olduğu yerdə də lokal olaraq qalırdı. Yəni 5-i eşidirdisə, onu eşitmirdi və düşünürdülər ki, hamı yaxşıdır, amma elə deyil. Yəni o dövrdə də təbii ki olubdu. Sadəcə indi daha sosiallaşmışıq deyə ən xırda şey belə heç kimin yəni qulağından geri qalmır. Hamı çox rahat şəkildə eşidir bunu. Yəni bəzən görürsünüz biz xəstədən müayinə istəyirik. Xəstə müayinələrdən keçmir, imtina eləyir və sonra problem ağırlaşanda xəstə yazır ki, başlayır danışır ki, Azərbaycanda həkim yoxdur. Yəni ən sevmədiyim cümlədir. Azərbaycanda həkim var, işinin peşəkarı çox sayda həkimimiz var və o demək deyil ki, bir həkim səhv eləyirsə bütün həkimlərimiz pisdir. Yəni mən də öz yaxınlarımı, doğmalarımı, öz övladımı yəni müalicə eləmək üçün, müayinə eləmək üçün öz ölkəmizin həkimlərinə etibar eləyirəm və çox da 16 ildə bu cəmiyyənin içində olan bir adam kimi mən öz həkimlərimizə müraciət eləyirəm. Yəni kifayət qədər işinin peşəkarı olan çox yaxşı həkimlərimiz var və əsla razılaşmadığım cümlədir və məni ən çox qıcıq eləyən cümlədir Azərbaycanda həkim yoxdur. Xəstə gedir tutaq ki, İrana, Türkiyəyə, hansısa bir xarici ölkəyə diaqnoz qoyur, gəlir, müalicəsini alır, yaxşılaşır. Deyirəm, rəhmətliyin nəvəsi, biz müayinə istəyəndə getmirsən. Amma onlar istədiyi hər müayinəni keçirsən. Təbii ki, biz falçı deyilik. Sən deyirsən ki, biz 3 dənə şikayət deyilik, sən buna uyğun mənə diaqnoz qoyub, müalicəni də yazma, məni sağalt.
Bu mümkünsüzdür, bu imkansızdır. Amma sən o İrana, Turana gedəndə sən istədikləri hər müayinəni keçirsən, hər şeyi eləyirsən, əlindəki nəticələrlə həkimə yaxınlaşırsan, ondan sonra diaqnoz qoymağa hamı qoyar da, yəni o müayinələrin nəticəsində. Amma biz istəyəndə müayinələrdən keçmirlər, başqa yerdə müayinələrdən keçib diaqnozunu alır, sonra da gəlib deyir Azərbaycanda həkim yoxdur. Yəni bu doktor, tibbimizin acı gerçəkləridir. İzləyicilərimizin ən çox həkimlərlə bağlı dediyi məsələlərdən də biri budur ki, biz gedirik həkimlərin qəbuluna düşməyə, öncədən bir saat yazılır, gedəndə görürük eyni sırada 5 dənə xəstə yazıblar. İstərdim buna da bir münasibət bildirəsiz. Baxın, ən çox, hətta mənim yönəltdiyim çox yaxşı həkimlər olur ki, həkimdən heç bir şikayətimiz yoxdur deyirlər, getdik həkimin qəbuluna, çox mehribandır, gözəl müalicə təyin elədi. Amma Könül xanım, misal üçün, bizi də saat 2-yə yazıb, gedəndə görən bizdən başqa 3 nəfər də saat 2-yə yazıb. Biz niyə gözləməliyik? Məsələn, saat 2-də girməliyim, saat 5-də məni qəbul edir deyirlər. Haqlıdırlarmı, doktor? O faktor var. Bəli, mən özüm də eşitmişəm. Bəzi indi həkimlərdir, insanların yəni qurduğu marketinq yəni sahəsidirmi deyim, nədirmi deyim bilmirəm. Bir evi 5 adama satmaq kimi olur. Sağ olun. Bəli, o şəkildə çalışan həkimlər var. Mən də eşitmişəm. Yəni oradan buradan nəticədə bu cəmiyyətin içindəyik ki, bəli. Yəni indi bilmirəm məqsədləri nədir? Yəqin ki, göstərmək ki, mənim xəstəm çoxdur. Yəni o başqa bir şey tapa bilmirəm onun altında. Bəzən məndə də çox gözləmə olur, çox şikayət edirlər. Birdən görürsən çöldə artıq səs-səbədən qorxumdan çölə çıxa bilmirəm. Köməkçimi göndərim, ged onu xəstələri sakitləşdir. Amma yəni sonra başa salmağa çalışıram ki, vallahi billahi mən bilmirəm içəri girəndə nə ilə qarşılaşacağam. Mən məsəl üçün bu gün o xərçəng xəstəsi xanımın mədə müayinəsi normalda 5-6 dəqiqə çəkir. Amma mən o xanımın xəstəsi müayinəsi 20 dəqiqə çəkdi. Mən bilmirəm axı onu içəridə görəndə xərçəng görəcəm, yəni dəyişikli bir sahə görəcəm və mən oradan tikələr almaq zorunda qalacağam. Və düşünün tikələr alırsan, qanıyır, həmin yer onu təzədən yumanız lazımdır. Baxmaq lazım ki, təzədən hardan biopsiya götürməliyik ki, biz doğru düzgün nəticə alaq. Yəni histoloqda götürdüyümüz parçaya əsasən, tikiyə əsasən nəticə verir də. Yəni ona görə biz biopsiyanı doğru götürməliyik və bu proses təbii ki, uzanır. Bəzən olur ki, xəstə yəni kolonoskopik müayinə, yoğun bağırsaq zontla müayinəsini elə xəstə olub 8 dəqiqə bitirmişəm, elə xəstə olub 40 dəqiqə çəkibdi. Yəni bu tamamilə fərqlidir. O qədər bugün belə də nöqtə atışı edirsiniz ki, bir dəfə bir həkimlə müsahibə almağa getmişdim və orada da pasientlər bir-bir sıra ilə həkimin otağına daxil olub çıxırlar. Bir xanım içəri girdi, təxminən bir 15-20 dəqiqə sonra çıxanda narazı bir mimika ilə çıxdı və mən təbii ki, jurnalist olaraq dinç durmadım. Niyə belə narazısınız soruşdum. Dedi, necə olur? Məndən qabaqki saat yarım içəridə vaxt qaldı, ona vaxt ayırdı. 10-15 dəqiqə mənim belə deyək də reseptimi yazdı. Niyə birinə 10-15 dəqiqə, birinə saat yarım vaxt ayırırsınız? Bunu da artıq izah etdiniz. Yəni əslində necə deyim? Fərqli xəstəlik olur, fərqli diaqnoz olur, fərqli dərəcə olur. Bəlkə də sizin məsələnizi 10-15 dəqiqə həll edə bilir, söhbət edə bilir. Bəlkə də həkimlər yorulur, kimsə 2 saat ikna eləməyə çalışır. Bəzən olur, pasiyentlər olur ki, biraz psixoloji cəhətdən həssas olan pasiyentlər var. O pasiyentləri psixoloji qazana bilmədinsə, mümkünatı yoxdur. Müalicəni düz eləsən o xəstə sağalmayacaq. Bu çox doğrudur. Bu çox önəmli bir şeydir. Artıq mən tuta bilirəm ki, bu psixoloji həssas insandır və mən özüm deyirəm ki, otur qarşımda, nə sualın varsa ver. Mən bütün sualların hamısına cavab verəcəm. İçində sual qalmadan dur, get buradan. Və yaxud da ola bilər ki, nəsə yadınızdan çıxar vermək, mənə mütləq şəkildə ya zəng eləyin, ya zənginizi cavab verməsəm belə WhatsApp-a yazılı formada yazın, mən onu mütləq cavablandıracağam. Pasientlərimi deyirəm, səs atmayın. Siz çoxsuz, mən təkəm, bütün gün telefon qulağımda saxlayamaram. Amma yazılı formada gün ərzində 100 dəfə də sualınız yaransa, yüzünü də yazsız, mən yüzündə də cavablayacağam. İnsanların beynindəki sualların normal şəkildə cavablayanda o xəstə çox rahat şəkildə müalicəyə tabe olur. Amma xəstə sualının cavabını almayanda rahatlaşmır. Yəni elə insan var, 3 dənə sual verir, problemini izah edirsən ki, budur, müalicən budur, hə, tamam doktor, hər şey adında gedir. Amma elə xəstə var ki, rahatlaşmır. Yəni illa ki, o sualdan sual çıxardır, onu soruşur, bunu soruşur. Və o xəstə o sualın cavabını almasa, o xəstə sağalmayacaq. Mümkünatı yoxdur. Ona görə də bəzi insanlara bəzən görürsən 10 dəqiqə kifayət edir. Bəziləri olur ki, mən yarım saat 40 dəqiqə otağımda konsultasiya edirəm. Yəni bu insandan insana dəyişir yəni. Bəs nəyə görə həkimin təyin etdiyi reseptdə olduğu kimi əməl etməliyik? Misal üçün daha böyük tabletsə onun yarısını içməməliyik, yaxud daha tez sağalmaq üçün
2-3 dəfə artıq içməməliyik doktor. Buna da bir aydınlıq gətirərdiniz. Bir də bəzən bununla da qarşılaşırıq. Əslində qarşılaşmırıq da daha çox izləyicilər yazırlar ki, Könül xanım, həkimin reseptinə baxdıq 5 dərman yazıb, ikisinin mənə heç bir aidiyyatı yoxdur, niyə yazıb bilmirəm. Olurmu ki, doktor, yəni heç o xəstəliyə aid olmayan sizdə bir-iki dərman yazır. O nə dərmanlarıdır? Buna da bir aydınlıq gətirərdiniz. Yox, xəstəliyə aidiyyatı olmayan dərmanları yazdım. Yəni elə bir şey, niyə mən xəstəli deyiləm ki, xəstəliyə aidiyyatı olmayan dərmanı yazım. Elə bir hallarla bağlı yazırlar. Elə bir hallarla, bəli. Şəxsən dünən mənim xalam qızı tibb bacısıdır. Bir xəstəyə sistem köçürdür və xəstə deyir ki, səs atıb ki, mən xəstənin müalicəsini aparır, amma bu xəstə heç cürə düzəlmir də. Bir dənə xahiş edirəm bu müalicəyə bax. Yəni mən şoka düşdüm. Xəstəyə 3 dənə resept yazılıb, o yüz bu yüz doldurulubdur və inanın ki, xəstənin də mədəsində sadəcə hardasa endoskopik müayinədən keçib və endoskopik müayinə nəticəsi yüngül qastriti var, Helicobacter pylori səbəbli. Vəssalam, başqa bir şey yoxdur xəstənin. Və xəstəyə, yəni Helicobacter pylorinin müalicəsindən yəni qalıb qıraqda, yəni onu eləməyib adam. Yəni nə dərman bilir yazıb. Nə dərman bilir, yəni özüm belə şok oldum ki, bu nə reseptdir də, yəni dedim, burada xəstənin diaqnozu ilə əlaqədar olan bir dənə sadəcə dərman var. 3 o yüz bu yüz reseptin sadəcə biri. Xəstə dərman fayda görsə də o bir dərman. Bircə dənədən, o da ki, o sapdan asılmış kimi olursan da, müvəqqəti xəstəyə şikayətləri keçmir və günü-gündən də artır. Yəni dedim ki, bu həkimə güvənsizliyi artırırmı doktor? Təbii ki. Yəni maksimum dərəcədə mən çox etik yanaşıram hər kəsə qarşı, yəni kolleqalarıma qarşı. Mən sevmirəm, yəni elə insanlar da var, bir dənə görür bir şey var, orada qüsur tapır sırazı, o həkim belədir, bu həkim belədir, məndən yaxşı yoxdur falan. Heç qəti o adam deyiləm mən. Həmişə çalışmışam ki, kolleqalarımı, yəni tərəfini tutum, tərəfini saxlayım, amma bəzən elə situasiyalar olur, elə reseptlər görürəm ki, yəni sözün əsl mənasını özümdə əsəb keçirdirəm, artıq orada saxlaya bilmirəm özümü ki, yəni bu qədər də yoxdur. Yəni insaf da dinin yarısıdır. Tamam 4-5 dənə dərman yaz, eləsin. Heç tamam o müalicəsi aidiyyatı olmayan dərmanlar yaz, özün bilərsən. Amma 3 dənə resept yaz və o yüz bu yüz resept yaz və o 3 reseptin, o yüz bu yüz reseptin sadəcə dərmanın biri xəstəyə nəsə bir şey eləyəcək. Qalan heç bir iş eləməyəcək. Yəni dəxliyyətsiz, tamamilə dəxliyyətsiz bir şeydir. Xəstənin şikayətləri də günü-gündən artır. Son vaxtlar çox dəbə düşübdür reseptlərdə. Əlavə, belə deyək də, bioloji aktiv maddələrin yazılması. Demək olar ki, az qala elə resept yoxdur ki, onu orada görməyək. Bu nədən yaranır doktor? Əgər ehtiyac varsa, faydalıdır, lazımdır yazılar. Bəli, əgər ehtiyac varsa, təbii ki, yazılmalıdır və istifadə olunmalıdır. Çünki bilirsiniz necədir? Elə bir dövrdə yaşayırıq ki, artıq orqanik bir məhsul tapmaq çox çətindir ki, yəni mən bu məhsulu, tutaq ki, bu meyvəni yeyəcəm, hansısa vitamin balansımı yerinə qoyacam. Bu olmur belə, çox təəssüfçü. Çünki hamısında kimyəvi qaçışıqlar olur, geni dəyişdirilmiş toxumlardan bitən məhsullar olur. Yəni o qədər tərkib olaraq keyfiyyətsiz olur ki, yəni biz artıq bəzi vitamin və mineral qrupasını oradan ala bilmirik. Biz məcburuq kənardan qəbul etməyə. Biz buna məcburuq, bizim başqa yolumuz yoxdur. Ehtiyac varsa həkim təyin edir. Ehtiyac varsa mən də özümdə istifadə edirəm, mən övladıma da verirəm, yəni ailə üzvlərimə də verirəm. Yəni əgər ehtiyac varsa bəli, təbii ki, istifadə olunmalıdır, amma yəni gərəyindən artıq yoxdur. Məsəl üçün görürsüz, kompleks yazırlar, 100 dənə vitamin var, hərəsindən yəni mikrodozalarda. Bundan heç bir fayda sağlamayacaq sizə, heç bir. Yəni normal şəkildə artıq bir hansısa bir vitamin lazımdırsa, onun saf özünü qəbul etməkdə fayda var. Yəni o kompleksləri heç qəti şəkildə sevmirəm, çünki onların içərisindəki doza çox azdır və terapevtik doza deyil. Yəni sadəcə mənasız bir şeydir onları istifadə etmək. Və sözünüzə qüvvət onu da qeyd etmək istəyirəm ki, Azərbaycanda həqiqətən hər sahə üzrə ixtisaslaşmış mütəxəssis həkimlər var və bəzən məndən soruşurlar ki, sizin proqramımıza qatılmağın şərtləri nələrdir? Deyirəm, birinci şərti odur ki, mənim üçün birinci şərt odur ki, o həkimə ki, özümü və övladım üçün müraciət etmərəm, heç vaxt o həkimlə də həmsöhbət olmaq istəmərəm. Mənim üçün bu bir vicdan rahatlığı olur, doktor. Yəni, bu həkimə mən özümü göstərərəmsə, övladımı, valideynlərimi göstərərəmsə, o həkimi də təqdim edə bilərəm. Misal üçün, mədə bağırsaq şikayəti ilə bağlı bizə yazan izləyicilərimizə çox rahatlıqla, ürək rahatlığıyla qastrentoloq Türkan Aliyarovaya müraciət edə bilərsiniz deyirəm. Və bəzən yazırlar ki, o həkim bizə demişdi ki, mədə müayinəsi lazımdır. Deyirəm, Türkan xanım deyibdisə, deməli lazımdır. Yəni, o qədər ürək rahatlığı ilə sizi tövsiyə edə bilirəm. Və bu cür həkimlərimiz də var, çoxdur. Önəmli nədir? Bir həkimi seçək, qapı-qapı gəzməyək. Yəni, bir həkimi seçək, o həkim də əgər bu müayinə, bu analiz lazımdırsa, mütləq ona əməl edək, həkimə də kömək edək. Təbii ki. Yəni, biz bəzən düşünürük ki, yaxşı həkimdirsə məni sağaltsın, yaxşı həkimdirsə mənə toxunmadan bir dərman yazsın.
Təbii ki, həkimlər də bəlkə istəyərdi belə bir şey olsun. Yəni belə baxıb diaqnoz qoysunlar, amma qoymaq mümkün deyil. Elələri də var. Sosial şəbəkədə qabağıma çıxır. Baxır ki, gözü ilə baxıb diaqnoz qoyur. Aparata qoşurlar, bütün problemlərini deyirlər. Bunlar hamısı boş-boş şeylərdir. Yəni sadəcə marketinq hiləsidir. Bəli, tövbədə əllərini belə qoyurlar cihazı, əlini belə cihaza qoyma. O cihaz sizdə nə problem var, hamısını ortaya qoyur. Yəni bir ara dəbdə idi, qurd aparatı ələ taxırlar, uşaqlarda qurdlar hamısını heç kəşf olunmayan qurdları da çıxardılar. Yəni bunlar hamısı marketinq hiləsidir, boş-boş şeylərdir. Son olaraq bir sualla da söhbətimizi yekunlaşdırmaq istəyirəm Türkan xanım. Baxın, mədə ilə bağlı nə şikayət varsa mütləq elə bugün qastrentoloqa getmək lazımdır. Birinci növbədə 40 yaşın üzərində olmaq, heç bir şikayət olmasa belə 40 yaşın üzərində olmaq. İkinci növbədə qan azlığı, keçməyən epigastral, yəni qarnın göbəyin üst nahiyəsində ağrılar, qusmalar, keçməyən ürək bulanma, keçməyən qusmalar, istəmsiz bayaq qeyd etdiyim kimi çəki itkisi və əgər qusuntuda qan kütləsi görürük, qusuntu kütləsində qan görürüksə, bu şikayətləriniz varsa mütləq şəkildə müraciət eləməlisiniz və əgər genetikanızda birinci dərəcəli yaxın qohumlarınızda, yəni mədə-bağırsaq xərçəngindən əziyyət çəkən insanlar varsa, yəni siz də vaxtında müayinə olmanızda fayda var. Gəldiyinizə görə təşəkkür edirəm doktor, çox sağ olun. Əziz tamaşaçılar, bizim qonağımız qastrentoloq Türkan Aliyarova idi. Və artıq proqramımız sona çatır. Qeymimə görə isə Dəmirbəyli Ateliyə şəxsən isə Röya xanıma təşəkkür edirəm. Əziz xanımlar, havalar isinir. Əgər qarderobunuzu gözəl və yeni geyimlərlə bəzəmək istəyirsinizsə, yolunuzu Dəmirbəyli Ateliyədən sala bilərsiniz. Hazırda ekranda telefon nömrəsini və Instagram hesabını da görürsünüz. Onu da qeyd edək ki, bu ateliyədə tikilən paltarlarda istifadə olunan parçalar xüsusi özəlliklə hazırlanır, seçilir və bir paltarı alıb dəfələrlə yuyub geyinmək istəyirsinizsə, yenə bu ateliyəyə müraciət edə bilərsiniz. Xüsusi bir qeydimiz də var. Rayonda yaşayırıq, Bakıya gələ bilmirik deyirsinizsə, sizin üçün də çox əla bir fürsət var. Bəyəndiyiniz geyim modelini seçərək bədən ölçünüzü bu ateliyədəki dərzilərə etibar etməklə də paltar sifariş verə bilərsiniz və həmin geyimlər ta mənzilinizə qədər sizə göndəriləcəkdir. Təşəkkürlər Dəmirbəyli Ateliyə. Sizinlə isə sağollaşırıq əziz tamaşaçılar. Sabah eyni yerdə, eyni saatda sizin görüşünüzə gələcəyik. Sağ olun, sağlıqla qalın.